Sayın əzizlərim, bizim cücələrin verilişi tək balaca, şirin balalarımız üçün deyil, həm də böyüklərimiz üçündür. Yəni nənələrimiz üçün, babalarımız üçün, atalarımız üçün, analarımız üçün. Salam daimi izləyicilərimiz olan balaca cücələr. Bilirsiniz ki, artıq məktəb açılıb, dərslər başlanır və cücələrimizin bir qismi məktəbə gedirlər, dərs oxuyurlar, çalışırlar, bir qismi bağçaya gedir. Amma bir qismi də evdə oturub məhz gözləyir ki, kimsə onlara qonaq gəlsin. Elə biz də bunu nəzərə alıb, sizə qəsmi qonaq gəlirik. Odur ki, hazır olun. Qapını açmaq olar. Sənin adın nədir? Zəhra. Zəhra, neçə yaşın var sənin? Zəhra yaxşı qonaqpərvər də, əlimizdən tutub bizi içəri aparır. Mama evdə olmayanda yəqin ki, ev işlərini özün görürsən, hə? Yoxsa hər şey eləyir gedir, sadəcə deyir otur evdə, hə? Bax, evdə heç kəs olmayanda özün-özünə buterbrod, nə bilim, başqa bir şey hazırlaya bilirsən, hə? Yəni, ac qalmırsan da, hə? Sən evdə təksən, yoxsa sənin bacın, qardaşın var? Qardaşın da var, bacın da var. Onlar səndən balacaqlar, hə? Yaxşı, sən bizim üçün, bax, biz sizə qonaq gəlmişik. Vaxtımız da azdır. Amma indi istəyərdim ki, sən bizim üçün nəsə eləyəsən. Bəlkə bir mahnı oxuyasan, şeir deyəsən. Hər sözündə yerim var, hər səfər, sənin müjdələrin var. Əksin arda, gül, çiçək solunmaz. Dünyada sən kimi qabuladan tapılmaz. Aha, əla, çox gözəl. Sən Ayni Sili kanalına baxırsan, cücələrin verilişində yəqin ki, baxırsan, onu da mənə tanıyırsan. Tanıyırsan, lap yaxşı. Cücələrin verilişinə nə arzu edərdin? Bax, səndən yaşıda olan balacalara, uşaqlara nə arzu eləyərdin? Sağ olsunlar. Sağ olsunlar. Baxıb deyə bilərsən, bax elə, ekran vasitəsilə. Sağ olsunlar. Sağ olsunlar. Sən də çox sağ ol. Salam, hər vaxtınız xeyir. Biz Ayni Sili kanalından cücələrin verilişinə sizə qonaq gəlmişik. Qonaq qəbul edirsiniz yəqin ki. Aha, sevindirici halda. Baxın, əziz tamaşaçılar, özünüz görürsünüz ki, həmişə bizi qapıda balaca cücələrimiz qarşılayırlar. Nə qəşəng kostyumu var bunun. Nə münasibətlə kostyum geyinir? Doğum günüdür, yoxsa nə? Yox, hərdə tez olur. Nə bacarır? Bu, oynamaq bacarır, oynayacaq. Oynaya bilərsən Sakir? Monitörümüz oynayır. Mahnı oxuya bilir. Zümzümə eləyir də hər halda yəqin ki. Azərbaycan nəvəsən də? Azərbaycan deyil. Nəvəni babası, nənəsi daha yaxşı tanıyır da. Sakir nəyə xoşlayır? Cizgi filminə baxmağı. Cizgi filminə baxır. Aha, cizgi filmi deyil. Motosikl da var, amma motosiklet də